Şamaxıda zəlzələ baş verəndən sonra afterşoklar davam edir. Ən son məlumatları Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ASTV xəbərə açıqlayıb. Şamaxı neçə illərdir digər bölgələrdən, seysmogen bölgələrdən fərqli olaraq çox aktiv bir zonada yerləşir və burada da tez-tez mütəmadi olaraq zəlzələlər baş verir. Bir neçə ay öncə də yenə də baş vermişdi. Ağsu, Şamaxı deməli o sərhəddində, Şamaxı zonasında, yəni qırılma, dərinlik qırılma boyu gedir. Dünəndəki baş verən zəlzələ onun deməli magnitudası 4.7 olmaqla, baxmayaraq o deməli çox da güclü olmasa da, ancaq dərində olduğuna görə 23 kilometr onun dərinliyi var idi. Respublikanın əksər rayonlarında 4-3 bal hiss olunmuşdu. Episentrdə isə 5 bala yaxın. Belə o zəlzələ ki baş verib, onun nə cür deyirlər, nə dağıntı, nə də ki o fəsadlar törətmək o gücünə malik olmur. Dünəndən bu günə götürdükdə 300-dən artıq afterşoklar olub. Bunların içərisində magnitudası 3-dən yuxarı olan 7-8-ci də səhər deməli 08:31-də ki baş verdi. Bunların içərisində bir neçəsi 3 bala kimi hiss olunub.